Vaxtınız xeyir olsun. Bu gün mən sizə 7 dekabr tarixində 9-11-ci 10-cu siniflər üçün təşkil olunmuş OTK sınağından coğrafiya suallarının izahını verəcəm. Vaxt itirmədən 31-ci suala baxırıq. Qərbi Avstraliyada filiz mənşəli faydalı qazıntıların çox olması nə ilə izah oluna bilər? Təbii ki, burada kristalli bünövrənin səthə çıxması ilə bağlıdır. Cavabımız A variantıdır. 32-yə baxırıq. Cənub mülayim işıqlanma qurşağının şimal sərhədi hardan keçər? Cənub mülayim işıqlanma sərhədi 23.5 ilə 66.5 cənub enişləri boyunca olur. Onun şimal sərhədi gördüyünüz kimi cənub tropiki 23.5 cənub enliyindən keçəcəkdir. Yəni doğru cavabımız B variantı. 33. Neft və təbii qaz ehtiyatlarıyla fərqlənən ərazilər. 1. Meksika, 1-i götürdük. Daha sonra 2. Braziliyada dəmir filizidir, 2 olmaz. 3-cü ərazi Afrikanın mərkəzi hissələridir ki, burada mis ehtiyatları var, 3 olmayacaq. Daha sonra 4-dür. Burada Afrikanın şimal hissələrində bildiyimiz kimi burada neft və qaz ehtiyatları vardır. Amma burada bundan əlavə eyni zamanda 5-ci məntəqə Qvineya körfəzidir. Burada da neft və qaz ehtiyatları mövcuddur. 6-cı ərazidə Şimal dənizidir. Burada aiddir. 7-də Avstraliyada göstərilən ərazilərdə neft və qaz ehtiyatları zəngin deyil. 8-ci yer Hindistandır və Dekan yaylasıdır ki, burada da dəmir filiz ehtiyatlarına rast gəlinir. Cavabımız 1, 4, 5, 6 B variantı. 34. Zod qızıl yatağının coğrafi mövqeyini dəqiq müəyyən edilməsi üçün hansı inzibati rayonun xəritəsindən istifadə edib? Təbii ki, Zod qızıl yatağı Kəlbəcər rayonunda yerləşir. Cavabımız Kəlbəcər rayonu olacaq. Vulkan mənşəli dağları seçin. A variantı Kazbek, Çimbalası və Kilimanjaro. Kazbek, Avrasiya, Kilimanjaro, Afrika, Çimbalası, Cənubi Amerikada yerləşən vulkan mənşəli dağlardır. Etna vulkan mənşəli olsa da Pamir Himalay deyil. Qafqaz, Kopet dağ və Səhənd. Qafqaz, Kopet dağ vulkan mənşəli deyil. Səhənd sönmüş vulkandır. D-də Elbrus olsa da Alp və Karpat səhvdir. Y variantında isə Ural, Alp yanlış olsa da Savana doğrudur. Ona görə də Y-də ola bilməz. 36. Azərbaycanda arid denudasyon relyef formaları və onların formalaşdığı şərait. Arid denudasyon relyef formalarına aiddir. Təbii ki, yarğanlar və qobular. Bu da az yağıntılı quraq ərazilərdə və meyilli ərazilərdə yaranır. Təkcə 5-ci cavab uyğun gəlir. Duyun və balxanlar, bunlar quraq ərazilərdədir. Qum təpəcikləridir, olmaz. Meandr axmazlar çayların əsasən yaratdığıdır. Geniş çay dərələrdə bu da çaylara aiddir. Gətirilmə konusu da çaylara aid edilir. Cavabımız 5A. 37-də sxemə əsasən ayın tarixini müəyyən edin. Ayın tarixini burada müəyyən etmək üçün fikir vermək lazımdır. Şimal yarımkürəsində gecə, cənub yarımkürəsi gündüz, yəni qütb gecəsi yaşanır. Cənub yarımkürəsində qütb gündüzü. Bu da həmin tarixin 22 dekabr tarixi olduğunu göstərir. Cavabımız C variantı. 38. Eyni tektonik zonaya uyğun gələn relyef formaların verildiyi variantı müəyyən edin. A variantda Qarayazı, Qanı Xəri çay. Bunlar Kür çökməsinə aid olsa da Talış İsti Qafqaz qalxmasına aiddir. B variantında Salyan, Cənub-Şərqi Şirvan və Muğan düzləri hər üçü Kür çökməsinə aiddir. B doğrudur. C variantında Muğan Şirvan Kür çökməsi Qarabağ silsiləsi Kiçik Qafqaz qalxmasıdır. D variantı Samur Dəvəçi Ön Qafqaz, Qusar Maili düzənliyi də Ön Qafqaz götürsə, Lənkəran isə Kür çökməsi də olmaz. Vulkanik yayla Kiçik Qafqaz qalxması, Qanı Xəri çay və Mil düzləri isə Kür çökməsinə aiddir. Cavab B variantı. İndi isə 39-cu suala baxırıq. Uyğunluğu müəyyən edin. And, Kordilyer, Atlas, Alp və Böyük Suarıcı dağlar. Bunlar içərisində Avrasiyaya aid olanlar, təbii ki, And dağları yerləşəcək Cənubi Amerikaya, 1-ə uyğundur C. 2-yə deməli Alp dağları yerləşəcək Avrasiyada, 1-ə C, 2-yə A uyğun gəlir. Kordilyer dağları yerləşir Şimali Amerikada. 3-ə Y uyğun gəlir. 4-də Böyük Suarıcı dağlar Avstraliyada.
Atlas dağları isə Afrikada yerləşir. Cavab D variantı. 40-cı suala baxırıq. 1 bölünsün 600 min miqyaslı Azərbaycanın iqlim xəritəsi miqyasına, məzmununa və ərazi əhatə etməsinə görə hansı qrupa bölünür? Burada 600 min göstərilib. 600 min 1 bölünsün 200 minlə 1 milyon arasındadır. Bu o deməkdir ki, orta miqyaslıdır. Deməli, digər cavablar çıxır. A və Y variantına baxırıq. İqlim xəritəsi. İqlim xəritəsi tematik xəritəyə aiddir. Orta miqyaslı, sonra tematik və ərazi əhatə etməsinə görə isə ölkə və onun müəyyən bir hissəsinin xəritəsi olacaqdır. Cavab A variantı. 41. Doğru fikirləri müəyyən edin. Doğru fikir müəyyən edin, daha doğrusu. Platformalarda seismik proseslər güclü olur. Bu yanlışdır. Geosinkronal olmalı idi. B. Mantia ağır metallar və radioaktiv maddələrdən ibarətdir. Bu nüvəyə aid olan fikirdir. Qədim dağların zirvələri şiş uclu olur. Xeyr, bu cavan dağlara aid fikirdir. Ovalıqların səthi qalın çökmə suxurlarla örtülüdür. Bu doğru fikirdir. Cavab D variantı. Yaylarda daha çox akkumulasiya prosesinə məruz qalır fikri yanlışdır. Denudasiya olmalı idi. 42-də krater nədir? Krater vulkan konusunun zirvəsindəki qıf şəkilli çökəklikdir. Cavab B variantıdır. Digər variantlar doğru olmayacaq. 43-də qurunun qədim buzlaşmaya məruz qalmış hissələri və onların müasir relyefdə izləri. Qədim buzlaşma 4-cü dövr buzlaşmasıdır ki, həmçinin Avrasiya və Şimali Amerikanın şimal hissələri, xüsusən də Avropa və Şimali Amerikada buzlaq relyef formaları, buzlaq gölləri, moren tirələri yaranır. A variantı düzdür. Avstraliyada ola bilməz. B çıxdı. C variantında yenə də Avstraliya çıxır. D variantı Afrika burada olmaz. Cənubi Amerikada olmayacaq. Cavab A variantı. 44. Uyğunluğu müəyyən edin. Kar, moren, Trok dərəsi bunlar buzlağın yaratdığı relyef formalarıdır. Cavab buzlağın işi Y variantı. 45. Üzvü mənşəli mineral ehtiyatları qrupu hansıdır? Burada yanar faydalı ehtiyatları seçirik. A variantı daş, kömür, torf və təbii qaz doğrudur. Molibden, wolfram, qalay bunlar təbii ki metallardır. Bunlar olmayacaq. C variantı təbii qaz, daş, kömür olsa da mis metaldır. Olmayacaq. Bunlar mineral ehtiyatlar deyil. Neft, qaz, qızıl, dəmir filizi yenə də burada pozul, qızıl pozur. Y variantında da deməli polimetal, bunlardan almaz və əhəngdaşı bunlar pozacaq. Cavab A variantı. Davam edirik. 46-cı sualdan. Deməli 46-cı sualdan davam edirik. Xəritə sxemasının uyğunluğu müəyyən edin və biz düzlərin yerlərini müəyyən edirik. Müvafiq olaraq Şirvan düzü 1-də D-də göstərilib. Yəni 1-ə D uyğun gəlir. Bu variantlar silinir. İkincisi də Muğan düzüdür. Muğan düzü C-yə uyğun gəlir. 2-yə C uyğundur. 1D, 2C uyğundur. Yəni D variantı düz gəlir. 3-də gəlir Mil düzü. Mil düzü Araz çayı ilə Kür çayının arasında, yəni A-ya uyğundur. 4-də Cənub-Şərqi Şirvan düzü B rəqəmi ilə göstəriləndir. 4-də B uyğundur. Y ilə göstərilənsə Qarabağ düzüdür. Cavab D variantıdır. 47. Uyğunluq pozulduğu sıranı müəyyən edin. Konvergent materik okeanların toqquşması, adalar qövsü. Bu doğrudur. Burada pozulma yoxdur. B-də yenə də konvergent materiklərin toqquşması, sıra dağlar yarana bilər. Divergent okeanların uzaqlaşması, vulkanik adalar. Bu da doğrudur. Konvergent materik və okeanların toqquşması, orta okean dağ silsilələri. Bu yanlışdır. Çünki konvergent zonada orta okean dağ silsilələri yox, divergent okean tavalarının divergent zonasında yaranır. D cavabı yanlışdır. Y-də divergent okeanların ayrılması, rift dərələri formalaşır. 48. Ən qədim qırışıqlıq mərhələsi təbii ki ardıcıl olaraq 1-ci Baykal gəlir. Daha sonra Kaledon, Hersin, Mezoy və Alp. Ən qədimi Baykal. B variantı. 49-cu suala baxırıq. A və B nöqtələrin yerləşdiyi saat qurşaqlarını müəyyən edin. A nöqtəsinin uzunluğu 130 dərəcə qərb uzunluğu, B nöqtəsi 60 dərəcə şərq uzunluğu. Saat müvafiq olaraq hansı saat qurşağında yerləşdiyini tapmaq üçün təbii ki biz 130-u 15-ə bölürük. 8 qalıq isə 10 qalır. Qalıq 10-dan
7,5-dən böyük olduğu üçün 8-in üzərinə 1 gəlməliyik. Bu edir 9. Məntəqə qərb yarımkürəsində olduğu üçün 24-dən 9-u çıxırıq və 15-ci saat quşağı. Deməli 130 dərəcə qərb uzunluğu 15-ci saat quşağında yerləşir. Bu cavablar silinir. Yəni A və Y cavablarına baxırıq. 65 şərq uzunluğu yenə də həmin qayda ilə 15-ə bölürük. 4 dəfə qalıqda 5 qaldığı üçün buna dəymirik. Deməli bu da yerləşdi. Şərq uzunluğu olduğu üçün burada 24-dən çıxmağa ehtiyac yoxdur. Cavabımız 15 və 4 Y variantı. 50-ci suala bax. Azərbaycanda ən qədim paleozoy yaşlı suxuların yayıldığı ərazilər. Burada Tovuzda Əsgərçay, Zəyəmçay, bir də Naxçıvanda Sədərək və Dərələr silsiləsində rast gəlinir. Müvafiq olacağımız 2 və 5-dir. 2 və 5 A variantı. 51-ci suala bax. Xəritə sxemdə rəqəmlərlə verilmiş materiklərin ucqar nöqtələrinin düzgün sırasını müəyyən edin. Baxaq materiklərin ucqar nöqtəsinə. Birdə York göstərilib. Bu doğrudur. Birdə Yorkdur. 2-də Dejinov, 2-də Çelyunskindir. Yəni Avrasiyanın şimal ucqar nöqtəsi Çelyunskindir. 3-də Afrikanın cənub ucqar nöqtəsi İynədir. 4-də isə Cənubi Amerikanın şərq ucqar nöqtəsi Cabo Branco verilmişdir. Cavabımız D variantı. 52-ci suala baxırıq. Miqyası 1 bölünsün 600.000 olan xəritədə sahəsi 6 sm² olan gölün yer üzərindəki həqiqi sahəsi nə qədərdir? Biz bilirik ki, miqyası kilometrə çevirmək üçün 5 sıfır silirik. Yəni 1 sm-ə 6 kilometr və 1 sm-in kvadratına isə 36 kilometr kvadrat uyğun gəlir. Və 6 sm² verildiyi üçün 6-nı da 36-ya vururuq və cavab 216 kilometr kvadratı. Cavabımız olacaq A variantı. 53-ə baxırıq. 23 sentyabrda A məntəqəsində Günəş 06:55-də çıxır. B məntəqəsində isə Günəş A məntəqəsinin yerli vaxtına görə 19:20-də batır. Deməli 23 sentyabrda gecə və gündüz bərabərdir. A məntəqəsində Günəş 06:55-də çıxır. B məntəqəsində isə Günəş A məntəqəsinin yerli vaxtına görə 19:20-də batır. Bu məntəqələr arasında neçə dəqiqə vaxt fərqi mövcuddur? Əgər A məntəqəsində Günəş 06:55-də çıxırsa, deməli 12 saatdan sonra gün batacaq. 06:55-in üstünə biz 12:00 əlavə etsək, yəni 18:55-də gün batacaqdır. Amma həmin məntəqədə isə gün 19:20-də batır. Yəni 19:20 ilə 18:55-i çıxırıq. Burada alınır 25 dəqiqə. 25 dəqiqə. Bu məntəqələr arasında neçə dəqiqə fərqi var? Elə sualın cavabı 25 dəqiqə olacaq. Cavab 25. 54-cü suala baxırıq. Maqnit qütblərinə aid olan əlamətləri müəyyən edin. Maqnit qütbləri bir şimalda, Kanada Arktik arxipelağında, bir də cənubda yerləşir, okeanın sahillərində. Coğrafi koordinatları yoxdur, əksinə var. Yerlərini şərqə və qərbə doğru dəyişirlər. Bu doğrudur. Coğrafi meridyanlar buradan başlayır. Xeyr, coğrafi qütblərdən başlayır. 4. Yerin coğrafi oxunun yer səthinə çıxdığı nöqtələrdir. Bu coğrafi qütblərə aiddir. Kompasın əqrəbi onlara doğru istiqamətlənir. Doğrudur. 2 və 5. Respublikamın düzənliklərində yayılan faydalı qazlar 1. Neftdir. 2. Polimetal dağlıqdır. Mis dağlıqdadır. Gil olacaq düzənliklərdə. Civə dağlıqda və bir də təbii qaz. 1, 4 və 6 cavabımız olacaq. Dünya okeanın dibində geoloji yaşı daha cavan suxurların yayıldığı ərazilər, xüsusən də bu tavaların toqquşduğu sahələri burada götürmək lazımdır. Lakin bu xəritəyə biz diqqətlə baxsaq, burada tavaların sərhəd məntəqələri, məsələn 2-ci məntəqə, burada həmçinin 5-ci məntəqə, burada götürmək olar. Tavaların sərhədləri burada çox yaxşı düşmədiyi üçün və bu məntəqələri götürmək olar.
Və burada hətta 3-cü məntəqəni də götürmək olacaq. 57. Uyğunluğu müəyyən edin. Sönmüş vulkanlar, palçıq vulkanları. Deməli, burada Kənizə. Kənizə palçıq vulkanıdır. Qızılboğaz sönmüş vulkandır. Torağay palçıq vulkanıdır. Böyük işıqlı sönmüş vulkan. Dəlidağ da sönmüş vulkana aiddir. BDY AC şəklində olacaq. İndi situasiyaya baxırıq. Yer kürəsindəki coğrafi obyektləri yerləşdiyi yarımkürələrə görə fərqləndiririk. Ümumilikdə yer kürəsində 4 dənə yarımkürə, şimal, cənub, şərq və qərb ayrılır. Hər bir coğrafi obyekt ən az 2 yarımkürədə yerləşir. Yer kürəsinin yarımkürələrə ayıran xəyali xəttləri qeyd edin. Burada yazacağıq ekvator və Greenwich meridianı. Greenwich meridianı. Bunları qeyd edə biləcəyik. Xəyali xəttləri qeyd edin. Həmçinin də burada bunlarla yanaşı biz yarımkürəli ayıran xəyali xəttlərə meridian və paralel də yaza bilərik. Meridian və paralel. Bir dəfə də oxuyaq. Yer kürəsində coğrafi obyektləri yerləşdiyi yarımkürələrə görə fərqləndiririk. Ümumilikdə yer kürəsi 4 yarımkürəyə, şimal, cənub, şərq və qərbə ayrılır. Hər bir coğrafi obyekt ən az 2 yarımkürədə yerləşir. Yer kürəsini yarımkürələrə ayıran xəyali xəttləri qeyd edin. Xəyali xəttlər meridian və paralellərdir. Bunlardan ekvator 2 yarımkürəyə, Greenwich də 2 yarımkürəyə, yəni ekvator şimal və cənuba, Greenwich isə şərq və qərb yarımkürəsinə ayırır. Hansı materiklər yalnız 2 yarımkürədə yerləşirlər? Bunların nəzərdən Avrasiya materiki 3 yarımkürədə, şimal, şərq və qərb yarımkürəsində yerləşir. Afrika 4 yarımkürədə, Avstraliya cənub və şərq yarımkürəsində, eyni zamanda Şimali Amerika şimal və qərb yarımkürəsində, Cənubi Amerika həm şimal, həm cənub, həm qərb yarımkürəsində, yəni 3 yarımkürədə yerləşir. Antarktida da 3 yarımkürədə, yalnız şimaldan başqa bütün yarımkürələrdə yerləşir. Bu da cavab Avstraliya və Şimali Amerikadır. 60-cı yer kürəsində yarımkürələ ayıran xəyali xəttlər əmələ gətirdiyi çevrələrin uzunluqları arasında fərq, yer kürəsini yarımkürələrə ayıran xəyali xəttlərin əmələ gətirdiyi çevrələrin uzunluqları arasında fərqi kilometrlə hesablayın. Xəyali xəttlər, deməli ekvator deyəcəyik, bunun uzunluğu 40.076 kilometrdir. Deməli, Greenwich meridianı da, meridian çevrəsini də 40.009 götürə bilərik və bunlar arasında fərqi hesab 76-dan 9-u çıxsaq və burada cavab alınacaq 67 kilometr. Cavabımız olacaq 67 kilometr. Sualın izahı bu qədər. İzlədiyiniz üçün təşəkkür ederim.